Hər kəsə salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Bəlkə də bir çoxunuz zəncirotu çiçəyindən bal hazırlanmağın mümkün olduğunu eşitməmisiniz. Bugün sizlərə həm dadlı, həm də faydalı olan zəncirotu balının hazırlanmasını göstərəcəm. Qısaca faydalarından danışım ki, niyə bu qədər faydalı olduğunu biləsiniz. A, C, K vitaminləri kalium və dəmir kimi minerallarla zəngindir. Qara ciyəri təmizləyir, toksinləri bədəndən atmaq üçün istifadə edilir. Streslə mübarizə aparır və xroniki xəstəliklər riskini azaldır. Bəs bu qədər faydalı olan zəncirotu balını ev şəraitində necə hazırlaya bilərik? Elə indi sizə addım-addım bu şəfalı balın hazırlanma prosesini göstərəcəm. İlk olaraq 500 ədəd zəncirotu, yəni sarı çiçək toplayırıq. Topladığımız çiçəkləri yuyub 2-3 saat suda gözlədirik. Çox adam elə ləçəklərini doğrayıb yumadan bişirirlər. Mən elə etmirəm. Mən bu üsulla edirəm. Suda gözlədirəm, könlüm bu cür rahat olur. 1 litr suyu ocağa qoyub qaynadırıq. Qaynayan suyun içərisinə çiçəkləri əlavə edirik. Elə həmin anda yarım limon suyunu da içərisinə sıxırıq. Əgər suyu qaynayıb çəkilərsə, hardasa 1 stəkan su əlavə edə bilərsiniz. On 15 dəqiqə qaynadıqdan sonra soyumağını gözləyirik. Soyduqdan sonra tənzifdən süzürük. Əldə etdiyimiz mayeni qazana əlavə edib üzərinə 5 stəkan pesoq əlavə edirik. Suyun içərisində gördüyünüz çiçəyin ləçəkləridir. Bir neçə mixək əlavə edib yenidən ocağa qoyuruq. Bu formada qaynadıqda artıq hazırdır. İlk halı budur. Görün necə gözəl, necə təmiz rəngi var. Bu artıq soyub qatlaşmış, bal halını almış vəziyyətidir. Baxın necə gözəldir rəngi, duruluğu, parıltısı. Tamamilə təbii, ev şəraitində hazırlanıb, amma görünüşü də, dadı da heç baldan fərqlənmir. Mən hazırladım, sıra sizdədir. Unutmayın, təbii olan hər şey daha güclüdür. Kanalım yenidir, dəstəyiniz mənim üçün çox önəmlidir. Bəyənməyi, abunə olmağı və fikrinizi bölüşməyi unutmayın.